Hökumət arası təqaüd proqramı və Macarıstan hökumət arası təqaüd proqramında Xudafərin şirkəti bu il üçün 100% nəticə əldə edib. Yəni, müsabiqə mərhələsində iştirak edən Çin tərəfindən 8 nəfər və Macarıstan tərəfindən 27 nəfər hamısı qaliblər siyasındadır. Hər bir bizə uğurlar arzu edirəm. Xudafərin şirkətini seçdiyim ilk gündən məsuliyyətlərini hiss eləmişdim və çox xoşbəxtəm ki, 5 nəfərdən biri HTP təqaüdü üçün, Macarıstan üçün mən seçildim. Çox təşəkkür edirəm. Siz də əgər uğurlu nəticələr əldə etmək istəyirsinizsə, Xudafərin şirkətini seçə bilərsiniz.